Xəqani buranı adlandırıb Azərsani. Bəli, əsərdə elə qeyd. Azər otdu, Sani ikinci. Və yaxud da Azərsani, yəni Allaha bağlı ot. Azərsani, Şamaxının adını Azərsani kimi verir. Şam əxi. Şam günəşdir. Əxi, yerin günəşi demir, doğulma məkanı deməkdir. Şam əxi. Həm də qardaş mənasında da deyəsən verilir. O verir, misal üçün bizimkilər qardaş kimi Suriya aparır. Suriya, məndə Şam olanda Suriya yox idi. Heç bəlkə də tayfalar şəklində yox idi. O vaxt 7 dövlət olub. Avestada qeyd olunur. Zəndkərt Azərbaycan, Rum, Türkiyə urartı eləyiblər. Kəyyam, İran, İndi Kənan deyirlər, Midiya deyirlər. Əslində mədardır, xərçəngtirovki başlanğıc nöqtə. Bu belə gedir. Mənim xalçalarımda, qayəstü rəsimlərində, xalq mahnılarında bu verilir. Mənim folklorumda Misirdir, Hindistandır, Çindir. Sonda isə Məqdoniya, Makedoniya, məğrur yer. 7 dövlət olub. Qalanları Romadır da, bunlar tayfa şəklində. Lakin bunlar mənim orijinal, yəni Azərbaycan tədqiqatında yoxdur. Ancaq biz Avropa alimlərinə söykəndiyimiz üçün bu adları biz qələbə almırıq, bu sistemi qələbə almırıq. Hətta orada belə bir fikir var, Yusif Süleyxə əsərində. Əbdurrahman Cami yazır ki, yer kürəsi 5000 il ateşpərəstlərin hakimiyyəti altında. 5000 il. Bu da gəlir Makedon İskəndərə qədər. Makedon İskəndərdə dəyişildi. 5000 il düppədüz gəlir. Fikir verir. Həm də burada tarix açılır. Tarixin kökü açılır ki, məsələn, Adəm deyir ki, Xəqani yazır ki, tarixçilər ora-bura yozsalarda Adəmin yaşı 7000 il keçmir. Görürsən, 7000 il gələndə biz 9000 illikdik. Yəni tarixi ən qədim Misirdir, Hindistandır, Çindir, 3000 ili keçmir. Nə tərbiyyəsi onda 15 milyonu, 20 milyonu. Bunlar başqa-başqa məfhumlar. Sən toponimləri dini peyğəmbərlərlə aç. Tarixi peyğəmbərlərlə aç. Adəmdən bəri xırdalaya gəl girir. Onda sənin orijinal tarixin açılacaq. Yəni bir qol. Toponimlər və mifologiya qolu ilə.